Hə, köhnələr, sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Deyirəm hələ idmandan, indi qeydirəm evə, o ki var qaçmışam, görürsünüz də tərləmişəm. Birdən belə bir fikir gəldi ağlıma. Deyirəm hələ, odur, budur, eşidirik ki, kimsə idman eləyən yerdə dünyasını dəyişdi, rəhmətə getdi. Amma heç bir dəfə də eşitməmişik ki, yeyib-içən yerdə kimsə dünyasını dəyişdirir. Deyirəm, bəlkə heç bu idman filosofiyası heç düzgün deyil. Deyirəm, bəlkə mən də elə tam şəkildə bu idmanı buraxım, keçim əməlli başlı ancaq yeyib-içməyə. Hə, köhnələr? Necə fikirləşirsiniz bu barədə? Əlbəttə ki, bu bir zarafatdır. Yəni, xahiş edirəm, ciddiyə almayın mənim sözlərimi. Sadəcə olaraq bu bir satira idi. Amma həqiqətən səhər-səhər idmanın çox böyük bir xeyri var. Yəni, bütün problemlər nədəndir? Ondandır ki, qanımız qatıdır. Başa düşürsünüz? Yəni, insan gecə yatanda, gecə zamanı müəyyən maye itirir. Tərlə, nə bilim, sidliyə getməklə və nəticədə səhər-səhər bizim hamımızın qanımız çox qatı olur. Qanı durulaşdırmaq lazımdır. Onun da ki, əsas yollarından biri mütəmadi olaraq kardio hərəkətlər etməkdir. Kardio hərəkət, yəni yaşdaşdıqca sözsüz ki, bunları hamısını azaltmaq lazımdır. Həkim nəzarəti altında, yəni yüngül qaçış, gezmək, bunlar hamısı mütəmadi olaraq, yəni həmişə qanımızı normal bir vəziyyətdə saxlayır. Həmçində ki, çox saylı maye qəbul etmək lazımdır. Yəni səhər-səhər özünüzə biraz əziyyət verin, gün ərzində özünüzə fikir verin ki, axşam belə spakoyni, uverinli, ciddi gedib ürəyimi istəyən kimi yeyib içəsiniz. Amma içəndə çox içməyin. Qəlbdən qəlbə sabahınız xeyir olsun bir də.